Həmçinin dəlillərdən Allah Teala Hücrət surəsində buyurur: "Ya eyyuhellezine amenu la tarfa'u aswatakum fawqa sawtin nabiy." Ey iman gətirənlər, siz səsinizi Peyğəmbərin sallallahu aleyhi və səlləmin səsindən yuxarı qaldırmayın. Və la techaru lahu bil qawli ka jahri ba'dikum li ba'din an tahbata a'malukum wa antum la tash'urun. Və bir-birinizi çağırdığınız kimi uca səslə onu çağırmayın ki, özünüz də bilmədən əməlləriniz batil olar. Və bu ayə nəyi bildirir? Onu bildirir ki, bəzən insanın özü bilmədən əməli batil olabilir. Özü də hiss etmədən. Məsələnin həqiqətən təhlükəli olmasını bildirir. İbn-i Qayyim Rahimullah buyurur. Bir baxın, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə, həyatında ikən insan səsini onun səsindən yuxarı qaldırması, onu uca səslə çağırması, onun əməlini batil edirdisə, onun vəfatından sonra başqa birisinin səsini onun hədisindən yuxarı, sözündən yuxarı qaldırması necə batil etməsin? Sən hədis gətirirsən, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurur və deyir ki, filan kəs də belə deyir, filan şeyx, əfəndi, filan alim. Ona görə buyurur ki, Allah Rasulü sallallahu aleyhi və səlləmin sözü olduğu yerdə onun qarşısına heç bir söz, heç bir qiyas, heç bir fikir və heç bir məzhəb qoyula bilməz. İnsan bildiyi halda hədisin qabağına kiminsə sözünü qoyarsa, əməl batil olur. Allah qorusun. Ona görə İbn Abbas radiyallahu anhümə deyərdi ki, mən qorxuram Allah dalesin başınıza daş yağdırar. Deyirəm ki, Allah Rasulü deyir, siz deyir ki, Əbu Bəkir Ömər deyir.